Gəncədə ana və onun bətnindəki körpə xəstəxanada ölüb. Hadisə Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində yerləşən Abbas Səhət adına xəstəxananın doğum şöbəsində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini 1984-cü təvəllüdlü Zülfiyə Yusubova 30 həftəlik hamiləliklə xəstəxanaya müraciət edib. Qadın xəstəxanaya daxil olduqdan sonra onun ailəsinə dünyasının dəyişməsiyle bağlı məlumat verilib. 6-sı 3-cü ay 2025-ci il tarix təxminən 5 radələrində 84-cü il təvəllüdlü şəxs Abbas Səhət xəstəxanasının nəzdində olan doğum şöbəsinə aqanal vəziyyətdə hospitalizasiya olundu. Təxmini diaqnozu 30 həftəlik dəqiqləşdirilməmiş hamiləlik və dəqiqləşdirilməmiş tromboembolik oldu. Görülən bütün tədbirlərə baxmayaraq faktiki ölüm qeydə alındı. Çəkiliş qrupumuz 41 yaşlı qadının Gəncə şəhərinin Dədə Qorqud küçəsində yaşadığı evdə olublar. Ailədən hadisə ilə bağlı müsahibə verə bilməyəcəklərini bildirsələr də, mərhumun həyat yoldaşı şifahi olaraq deyib ki, gecə saatlarında onun həyat yoldaşının halı pisləşdiyi üçün Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhət adına xəstəxananın doğum şöbəsinə aparılıb. Elə hadisə də bundan sonra baş verib. Ailədən onu da qeyd ediblər ki, dünyasını dəyişən Zülfiyə Yusubova hamiləlik dönəmində Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhət adına xəstəxanasının doğum şöbəsində daimi həkim nəzarətində olub. Məlumata görə dünyasını dəyişən 41 yaşlı qadının uzun illərdir ki, övladı olmurmuş. Qadın ötən il Bakıda yerləşən özəl xəstəxanaların birində süni mayalanma ilə hamilə qalıb. Ölüm hadisəsi ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Fuad Nazimoğlu, Elşad Cəfər, Fənari Əsəd, APA TV, Gəncə.